Salam müəllimlər, bugün mən sizə 6-cı sinfin 11-ci mövzusu olan oduncaq və metal məmulatlarının bəzədilməsi haqqında məlumat verəcəm. Müəllimələr, gəlin görək bəzəmə nədir, bəzəmə nə üçün yerinə yetirilir, onların hər birinə ayrı-ayrılıqda nəzər salaq. Məmulatın hazırlanmasında bəzəmə sonuncu əməliyyatlardan biridir. Necədir? Bəzəmə işi sonuncu əməliyyatlardan biridir. Bəzəmə nə üçün yerinə yetirilir müəllimələr? Oduncaqda olsun, istər metalda olsun, nə üçün yerinə yetirilir? Deməli müəllimələr, oduncaq məmulatlarını ona görə bəzədilir ki, onları nəmdən qorusun, çatlamadan qorusun, çürümədən qorusun. Eyni zamanda da oduncağa xarici görünüş vermək üçün məhz onu bəzəmək lazımdır. Bəzəmək lazımdır. Bəzəmə deyəndə nə nəzərdə tutulur? Yəni bəzəmə deyəndə onların səthini boya ilə rəngləmək nəzərdə tutulur. Bəzəmə deyəndə nə nəzərdə tutulur? Onların səthini boya ilə rəngləmək nəzərdə tutulur. Yəni boya deyəndə burada laklardan da istifadə edə bilərik. Siz yuxarı siniflərdə bunun haqqında geniş məlumat ala biləcəksiniz. Yəni tək boyadan yox, laklardan da istifadə edə bilərik. Laklar da özü iki cür olur. Ton verilmiş olur, şəffaf laklar olur və s. Bunları isə biz sizinlə yuxarı sinif dərslərimizdə keçəcəyik. Bunun üçün deyir, boyaq tozları həll edicilərdə həll edilir. Yəni biz oduncaq məmulatlarını boyamaq üçün rənglərdən istifadə edirik. Bax, bu rənglər isə, yəni rəngləri qarışdırmaq üçün isə həll edicilərdən istifadə edirik. Nədən istifadə edirik? Həll edicilərdən istifadə edirik. Həll edicilər də müəllimələr özləri iki cür olur. Təbii və süni olur. Müəllimələr, sizə bir məqamı da qeyd edim ki, yapışqanlar da iki cür olur. Yapışqanlardan həll edicilərini səhv salmayasınız. Yapışqanlar da iki cür olur. Təbii və sintetik olur. Ancaq həll edicilər isə təbii və süni olur. Düzdür, yapışqanlarda da, həll edicilərdə də hər ikisi təbiidən alınır. Amma həll edicilərdə biz süni götürürük. Yapışqanlarda isə sintetik götürmək lazımdır. Təbii həll edicilərə nələr aiddir? Təbii həll edicilərə əlifdir, çətənədir və kətan yağları aid edilir. Hətta onu deyim ki, əlifdir, çətənədir və kətan yağları 275 Selsi dərəcədə qızdırmaqla əldə edilmiş olur. Süni həll edicilər deyəndə isə müəllimələr, neft emalından alınan məhsullardır ki, bunlar da süni həll edicilərdir. Yəni süni həll ediciləri neft emalı məhsullarından əldə edilmiş oluruq. Müəllimələr, boyalar özləri iki cür olur. Qatlaşdırılmış, bir də həll edilmiş. Yəni hazır şəkildə istifadə olunan. Qatlaşdırılmış boyaları biz nə edirik? İşlətməzdən əvvəl həll edicilərlə qarışdırmaq lazımdır. Yəni onlar qatı olduğu üçün onları bir qədər durulaşdırmaq lazımdır. Ona görə də biz həll edicilərdən istifadə edərək o qatlaşdırılmış boyaları həll edici qataraq onları bir qədər də durulaşdırılmış oluruq. Müəllimələr, dedik ki, biz məmulatın hazırlanmasında bəzəmə işi dedik, sonuncu əməliyyatdır. Bəs biz bəzəməzdən öncə hansı əməliyyatları, oduncağın üzərində hansı əməliyyatları yerinə yetirə bilərik? Müəllimələr, ilk öncə oduncağımızı qurutmalıyıq. Yəni, yaş oduncağın üzərində gətirib birbaşa nə isə etmək olmaz. Sonradan onda qüsurlar yaranacaq. Yəni, öz formasını itirəcək və yaxud da başqa bir belə deyək, qüsurlarla rastlaşmış olacağıq. Ona görə də oduncağı ilk öncə quruduruq. Nə edirik? İlk öncə oduncağı qurutmaq lazımdır. Oduncağı quruduruq. Müəllimələr, bu ardıcıllıqlara yaxşı olar ki, diqqətlə baxasınız və oxuyasınız. İlk öncə nə edirik? İlk öncə oduncağımızı quruduruq. Oduncağı qurutduqdan sonra onda oduncaqda deşiklər olur, çatlar olur. Onu xüsusi məhlullarla doldururuq. Yəni o çatları, deşikləri doldururuq. O çatları, deşikləri doldurduqdan sonra onu nə etməliyik? Əlbəttə ki, gözləməliyik ki, o deşiklərə, çatlara doldurulmuş məhlullar ki var ha,
Bax, onlar qurusun. Onlar quruduqdan sonra sumbata kağızı ilə cilallayırıq. Çünki çələt-çötürlük olur da üstündə. Sumbata kağızı ilə cilallayırıq. Cilalladıqdan sonra onun səthinə, yəni oduncağın səthinə əlif yağı çəkirik. Əlif yağı da ona görə çəkilir ki, rüşeymlər olur. Yəni o rüşeymlərin təkrar inkişafının qarşısını almaq üçün məhz əlif yağı çəkmək lazımdır. Növbəti mərhələmiz müəllimələr. Deyir, suvaq çəkilən səth rəngsaz malası ilə hamarlanır. Nə ilə? Rəngsaz malası ilə hamarlanır. Mala da bildiyimiz kimi, mala nə üçündür? Yəni hamarlamaq üçündür. Rəngsaz malası ilə hamarlanır. Suvaq çəkilən səth nə ilə hamarlanır? Rəngsaz malası ilə. Suvaq sözü varsa bilin ki, rəngsaz malasını götürmək lazımdır. Bunu hamarladıq. Rəngsaz malası ilə suvaq çəkilən rəngi hamarladıq. Hamarladıqdan sonra axı suvaq çəkmişik. Suvaq da maye şəklində olur. Onu da qurumasını gözləmək lazımdır. Suvağın da qurumasını gözləyirik. Mayedir də. O mayenin də qurumasını gözləyirik ki, oduncaq səthində qurusun. O quruduqdan sonra yenidən biz oduncağın səthində cilallama işi aparmalıyıq. Cilallama işini də bildiyimiz kimi sumbata kağızı ilə aparırıq. Sumbata kağızı ilə apardıqdan sonra oduncaq xovları olacaq. Yəni oduncaq tozları olacaq. Onu isə nə ilə təmizləmək lazımdır? Fırça ilə təmizləmək lazımdır. Fırça ilə də qəşəng onun səthini təmizləyirik ki, o xovlar olmasın. O xovları da təmizlədikdən sonra onun səthini, yəni oduncağımızın səthini rəngləyə bilərik və yaxud da ki, boyaya bilərik. Ardıcıllığımız bu qaydada davam edir. Bəs boyamaq üçün hansı alətdən istifadə edirik? Əlbəttə ki, oduncağın səthini boyamaq üçün isə biz məhz süngərli valikdən, yəni süngərli val da deyilir, valiklə deyilir. Biz süngərli valikdən istifadə edirik. Valikdən istifadə edirik. Yəni biz süngərli valikdən ona görə istifadə edirik ki, işimiz tez olur. Yəni asan, tez olur. Uzun müddət belə deyərdim də, ondan işləmirik. Yəni tez bir zamanda oduncağımızın səthini süngərli val vasitəsilə rəngləyə bilərik. Rəngləyə bilərik. Deməli, oduncağımızın bəzədilməsi, rənglənməsi bu qaydada yerinə yetirmiş oluruq. İndi baxaq görək, poladdan olan detallarımızı nə üçün bəzədirik, bəziyirik, metaldan olan məmulatlarımızı, detallarımızı. Əlbəttə ki, metaldan olan detallarımız isə ona görə bəzədilir ki, onu korroziyadan qoruyur. Nədən? Yəni korroziya nədir? Paslamadan qoruyur. Eyni zamanda ona dekorativ vermək məqsədi ilə biz metaldan olan məmulatları rəngləyə bilərik. Rəngləməkdən öncə yenidən də rəngləmək axı biz dedik sonuncu əməliyyatdır. Ondan əvvəl detalın, metalların üzərində hansı proseslər gedir? Yəni onun səthini, yəni detallarımızın səthini bəzəməzdən əvvəl yeyədi, xırda zərrəcikli cilalayıcı sumbata kağızı ilə təmizləmək lazımdır. Çünki onun səthində pas ola bilər, kənarlarında iti kənarları ola bilər. Ona görə də məhz biz yeyədən və xırda zərrəcikli cilalayıcı sumbata kağızdan istifadə edərək onların son emal prosesini yerinə yetirmiş oluruq. Bu emal prosesini yerinə yetirəndən sonra hansı ki biz onun dekorativliyini və paslamaya qarşı belə deyim, paslamaya qarşı davamlı etmək üçün nə etmək lazımdır? Əlbəttə ki, onların səthini örtmək lazımdır. Səthini örtmək lazımdır. Səthini örtmək üçün də nə edə bilərik? Yəni metallarımızın üzərini boyadan istifadə edə bilərik. Ona dekorativlik versin, korroziyaya davamlı etsin. Bu zaman boyadan istifadə edə bilərik, emaldan istifadə edə bilərik, lakdan istifadə edə bilərik, nazik metal qatdan istifadə edərək onların səthini örtə
bilərik. Müəllimələr, onu deyim ki, metal təbəqələrin örtülməsində ən geniş yayılmış üsul, geniş tətbiq edilmiş üsullardan da biri məhz oksidləşdirmədir. Oksidləşdirmə necə yerinə yetirilir? Oksidləşdirmə mumfiya sobalarında yerinə yetirilir. Məmulat mumfiya sobasında qızdırılır və bundan sonra xüsusi qarışıq olur ki, həmin qarışıqda məmulatımız, detalımız həmin qarışıqda soyudulur və soyudulandan sonra həmin məmulatın səthi qara və ya tünd göy rəngdə olur. Tünd göy rəngdə olur. Ona görə də bəzəmənin bu üsuluna eyni zamanda qaratma da deyilmiş olur. Nə deyilmiş olur? Qaratma da deyilmiş olur. Bəs bu müəssisələrdə, yəni metal məmulatlarının paslamayadır, korroziyaya qarşı bəzədilməsinə hansı peşə üzrə fəhlələr yerinə yetirilir? Hansı peşə üzrə fəhlələr yerinə yetirilir? Bax, buna nümunə olaraq deyə bilərik ki, qala ilə örtülməni qalayçılardır. Xrom, nikel və başqa metallarla örtməni metallurqlar yerinə yetirilir. Müəllimələr, bax, burada işləyən adamlar, burada işləyən fəhlələr, yəni fəhlələrimiz nəyi bilməlidir? Əlbəttə ki, fəhlələrimiz metalların və ərintilərin xassələrini bilməlidir, məmulatları bəzəməyi bilməlidir. Eyni zamanda qurğuların quruluşunu yaxşı bilməlidirlər ki, bu əməliyyatları yerinə yetirilmiş olsunlar.